بشر من قبلك الخلد. İslamın dahi alimlərindən olan İbn Qeyyim, Allah ona rəhmət etsin, buyurmuşdur ki, qul Allahdan üz çevirərsə, günahlarla məşğul olarsa, o həqiqi həyatının günlərini zay etmişdir və itirmişdir. Və o, hansı ki, zay etdiyi həyatının günlərinin nəticəsində və o gün itirdiyi həyatı üçün peşman olub, belə deyəcək. Necə ki, Allah Teala Fəcr surəsində buyurur, Ya leytəni qaddamtu li həyati. Kaş ki, mən həyatım üçün əvvəlcədən yaxşı əməllər edəydim. Yəni, axirət yurdu üçün. Onun üçün dəyərli müsəlman və çalış daim dilini Allahı zikr etməyə alışdır və salih əməllər etməyə çalış. Və onun üçün bil ki, Allah Teala sənin əməllərini görür. Və bil ki, səndən sonra, sən vəfat etdikdən sonra sənin yerinə heç kəs nə namaz qılacaq, nə oruz tutacaq və nə salih əməllər edəcək. Və onun üçün bu gün sənin üçün fürsətdir.